Sabah xeyir olsun, gününüz uğurlu olsun. Bax, bunun yanacaq filtrini dəyişiblər. BMW dizel. Gəliblər şunuru, bax bu dizel, bunu dəyişən şunuru gətirib qoyubdu bu dəmirin altında. Bax, düz buradan. Bax, düz buradan sıxılıbdı. Görsünüz, bax, sıxılan yerdə qaralması da görünür. Bax, bəlkə də bir balacana da hələ uteçk olubdu. Sabahdan bu maşın yanında deyirlər ki, bu Alman maşını idi, nə oldu? Hər şey qaydasındaydı. Bu niyə yandı görəsən? Yanğına səbəb yalnız avtomobilə müdaxilə zamanı yaranır. Mən bunu həmişə demişəm, televiziyada elə müsahibələrimdə demişəm, elə burada da deyirəm. Yalnız müdaxilələr olunanda avtomobil yana bilər. Heç bir halda orijinal, əl dəyməmiş bir avtomobil mən görməmişəm ki, gedə-gedə yansın. Görsən, gəlib bu da bunun yanacaq toku birbaşa qoyublar da bax bunun altına, bax buranda qaraldıbdı. Sabahdan burada alışma baş versəydi, bu yansaydı nə olacaqdı? Yox, görəsən avtomobil niyə yandı görəsən? Başlayacaqdı. Hər bir saat yazacaqdı ki, görəsən niyə? Təzə maşındır, nə oldu buna? Görsən, hər şeyin səbəbi var. Mən hər zaman demişəm ki, yanğına səbəb müdaxilə etməsən olmaz. Hər hansı bir naqili hardansa kütlənin yanından keçirməsən olmaz. Yəni müddətli ki, bir müdaxilə olunmalıdır ki, avtomobildə yanmalar baş versin. Orijinallıqda heç nə olmur. Yadınızda saxlayın.